3x3 basketbol idman oyunu 10 dəqiqə və yaxud da ki 21 xala qədər oynanılır. 3x3 basketbol oyunu nə zaman 21 xala qədər oynanılır? Deyək ki, oyunun 7-ci dəqiqəsidir. Oyunun bitməyinə hələ 3 dəqiqə var. Tərəflərdən biri 21 xala çatdısa, oyunun qalibi hesab olunur. Deyək ki, A komandası 21, B komandası 15'dir. Oyunun 7-ci dəqiqəsidir. Oyunun bitməyinə hələ 3 dəqiqə qalıb. Tərəflərdən biri 21 xala çatdısa, bu zaman oyunun qalibi hesab olunur və 10 dəqiqənin bitməyi gözlənilmir. Yəni burada şərt deyil ki 10 dəqiqə olsun. Yəni tərəflərdən biri 21 xala çatdı, oyunun qalibi hesab olunur. Ancaq sual düşər ki, əsas vaxtda 300 basketbol idman ilə əsas vaxtda bir komanda maksimum neçə xal toplaya bilər? 22 xal toplaya bilər. Bu nə zaman ola bilər? Dedik ki, 21 xala çatanda oyunun qalibi hesab olunur. Ancaq əsas vaxtda bir komanda maksimum 22 xalda toplaya bilər. 3x3 basketbol oyunu 6-7-5-in daxilindən atılan toplar 1 xalla, 6-7-5-in xaricindən atılan toplar isə 2 xalla qiymətləndirilir. Deyək ki, oyunun 8-ci dəqiqəsidir. A komandası 20, B komandası 11'dir. Bu zaman A komandasının oyuncusu 6-7-5'in xaricindən topu səbətdən keçirsə, xaricindən 2 xal verildiyindən görə olacaq 22-11. Bu zaman A komandası oyunun qalibi hesab olunur. Dedik ki, 21 xala çatanda, yəni 10 dəqiqə bitməmiş 21 xala çatanda oyunun qalibi hesab olunur. Ancaq əsas vaxtda bir komanda maksimum 22 xalda toplaya bilər. Yəni 20-11'dir. A komandası 6-7-5'in xaricindən topu səbətdən keçirir, 2 xal qazanır və 22-11 hesabı ilə qalib gəlir. Bu zaman 10 dəqiqənin bitməyi gözlənilir. Yəni əsas vaxtda bir komanda maksimum 22 xalda toplaya bilər. Deyək ki, 10 dəqiqə yekunlaşdı. Tərəflərdən heç biri 21 xala çatmayıb. A komandası 15, B komandası 11'dir. 10 dəqiqədə yekunlaşdı. Bu zaman hesabda öndə olan komanda oyunun qalibi hesab olunur. Yəni bu zaman 21 xala çatmağı gözlənilir. Yəni 10 dəqiqə vaxt bitdi, əsas vaxt. 10 dəqiqə bitdi. Tərəflərdən irəlidə olan komanda oyunun qalibi hesab olunur. Deyək ki, 10 dəqiqə yekunlaşdı. 10 dəqiqə yekunlaşdı. A komandası 14, B komandası da 14'dür. Tərəflərdən heç biri 21 xala çatmayıb və 10 dəqiqə də bitdi. Bu zaman 1 dəqiqə fasilədən sonra müddətsiz overtime oynanılır. Müddətsiz overtime'da ilk 2 xalı qazanan komanda oyunun qalibi hesab olunur. Yəni burada 2 xal, yəni ardıcıl qazanmağı şərt deyil və yaxud da ki 2 xal fərq yaranmağı da şərt deyil. Əsas yəni ilk 2 xalı qazanmaq. Yəni qazanan komanda oyunun qalibi hesab olunur. Deyək ki, A komandasının oyuncusu 6-7-5'in daxilindən topu səbətdən keçirdi. Hesab oldu 15-14. Bundan sonra B komandasının oyuncusu deyək ki, 6-7-5'in daxilindən topu səbətdən keçirdi. Hesab oldu 15-15. Bu zaman yəni A komandası və yaxud da B komandası hər hansı bir komanda bir xal qazansa, oyunun qalibi hesab olunur. Deyək ki, A komandası 6-7-5'in daxilindən topu səbətdən keçirdi. Hesab oldu 16-15. Burada A komandası oyunun qalibi hesab olunur. Yəni burada A komandası ardıcıl 2 xal qazanmadı və yaxud da ki 2 xal fərqi ilə hesabda öndə olmadı. İlk 2 xalı qazanan komanda oyunun qalibi hesab olunur. Və sual düşər ki, müddətsiz overtime'da bir komanda maksimum neçə xal qazana bilər? Bu 3 xaldır. Dedik ki, ilk 2 xalı qazanan komanda oyunun qalibi hesab olunur. Ancaq bir komanda maksimum 3 xalda qazana bilər. 14-14'dür. 1 dəqiqə fasilədən sonra müddətsiz overtime'a gedir. Deyək ki, A komandasının oyuncusu 6-7-5'in daxilində topu səbətdən keçirdi. Hesab oldu 15-14. Bundan sonra A komandasının oyuncusu 6-7-5'in daha doğrusu xaricindən 2 xallı atış
reallaşdırdı. Hesab oldu 17-14. Burada A komandası qalib hesab oldu. Yəni 14-14-də müddətsiz overtime getdi. A komandası 15-14 edib. Bundan sonra xaricindən bir atış reallaşdırdı. Hesab oldu 17-14. Yəni 3 xal qazandı. Yəni müddətsiz overtime-də bir komanda maksimum 3 xal qazana bilər. Yəni bir xalı daxildən atdı, ikinci atışı isə xaricdən etdiyinə görə 3 xal qazandı. Yəni müddətsiz overtime-də bir komanda maksimum 3 xal qazana bilər.